Nümunədəki əvəzlər haqqında hansı fikir səhvdir? Birinci misrada həm şəxs, həm işarə əvəzliyi var. Bu dünyada, o dünyada, hardasa bir gün, burada şəxs əvəzliyi yoxdur. Bu dünyada, o dünyada, hansı dünyada? Hər ikisi işarə əvəzliyidir. Ona görə elə düzgün cavabımız bu olacaq. Yanlış fikirdir. Hər misrada əvəzlikdən istifadə olunub. Bəli, birinci misrada var, ikinci misrada öz, üçüncü misrada nə, dördüncü misrada isə yenə də öz əvəzliyi işlənib. Əvəzliyin iki məna növü şeirdə işlənməyib. Burada işarə əvəzliyi var, öz təyinə əvəzliyidir, təyinə əvəzliyimiz var və bir də nəyi sual əvəzliyidir. İşlənməyən əvəzliklər qeyri-müəyyən əvəzliklə şəxs əvəzliyidir. Deməli, bu da doğru fikirdir. İkinci və dördüncü misrada təyin əvəzli işlənmişdir. Bəli, öz, bir də yenə də öz. İkinci misradakı əvəzliyi mənsubə şəkilçisi qəbul edib. Bəli, özü sözündə ü, burada mənsubə şəkilçisidir, üçüncü şəxsin təkidir.